Dear teachers and dear guests, I greet each of you. We have gathered here today at an event dedicated to millennial national values, just and traditions, and finally, independent stories of our people, in accordance with our movement. And now, our students will tell you and show the information and slides prepared for the values of our country. Please, start. Azerbaijan has a rich cultural heritage and shaped by its history, geography, and diverse influences. Here are some core values and traditions that are important for Azerbaijani culture. Family, of course, is the cornerstone of Azerbaijani society. Respect for elders, close ties with extended family members, and hospitality are the central values. And now, our anthem will be played. Let us now take a moment of silence to remember our martyrs and heroes who fought for the freedom and integrity of our country. And now, as our students said about family, there will be a sense that evokes a spirit of family values. Please. Hassan and Wali are brothers. They live in a small village and they are very poor. They have no money for food and clothes. And they have their mother. She takes care of them, but she is very old. So one day she says, We're so poor and hungry. Why you don't live here and find a work? Mom, if you want some money, you have silver. You can sell it. Oh no, it's your father's silver ring. I can't sell it. Every night I look at it and remember him. I don't care. but Hassan wanted to help his mother. So in the next day, Mom gives him the glass bottle
and piece of bread. Hassan goes through the desserts. It's very hot and sun shines, but at night it's very cold. Finally, in one day, through mountains, he sees a beautiful palace. Oh my God, wow, it's beautiful, it's wonderful. He comes in and Prince welcomes him. Welcome. He gives him food, drink, and a comfortable bed. At night, when Hassan goes to sleep, he sees one strange thing. The windows has no glasses. But he slept, and in the morning, he wakes up, and he wants to give Prince something. So he gives him glass bottle. What a beautiful bottle. I can see straw in it. It's so amazing. Thanks. Wait, I have a present for you. It's a box. Don't open it until you came home. Just remember my words. Be careful. Goodbye. Hassan thanks him and goes through the same way through the mountains and desert. The sun shines, and at night it's very cold. But finally he comes home. He sees his mother, and he's starting to show her a box. They see 100 gold coins. The mother is very happy. Hassan, you clever boy, thank you. Now we can buy food and clothes. But Walid don't like it. He saw a beautiful plan. 100 gold coins for a glass bottle. Yes, if I give Prince my mother's silver ring, I can get 1,000 gold coins. I can do it. So at night, when mother goes to sleep, the Walid quietly comes in her room and stealing her silver ring. After this, in the morning, he asks from Hassan. My brother, where is the palace? On the mountain. Thank you, goodbye. So he goes right there. He goes through the desert, through the mountains, and finally, after 3 days, he sees a beautiful big palace. Oh, it's beautiful, it's wonderful. He comes in and he sees the prince. Welcome. Prince welcomes him, gives him drink, food, and comfortable bed. Thank you. At night, Walid goes to sleep, but he can't sleep because he's thinking about his money. In the morning, when he wakes up, he goes right to Prince and says to him, Thank you to you. Please take it. It's Wow. my mother's silver ring. It's so beautiful. Wait, I have also a present for you. It's a box. Don't open it. When you get home, you can open it. But remember my words. Be so careful. Thank Goodbye. you. Thank you. Walid thanks him and he's very happy coming to home. With dessert and afterward he comes home. But he sees his mother voice. Where my silver ring? Mom, don't worry. Please take it and look at it. What? It's just a glass bottle. Oh my God. And now cartoons can continue. Azerbaijans are hospitable people. Guests are treated with great respect and sweets too, and sweet food and sweets is a sign of generosity. Holidays are special days celebrated with joy, traditions, and togetherness. They reflect a nation's culture, values, and history. In Azerbaijan, both national and traditional holidays play an important role in bringing people together and preserving our heritage. Nowruz is one of the most important and ancient holidays in Azerbaijan. It marks the arrival of spring and the beginning of a new year according to the solar calendar. Celebrated on March 21st, Nowruz symbolizes hope, renewal, and harmony with nature. Azerbaijan food is tasty and traditional. People use fresh meat, rice, vegetables, and herbs in many dishes. One of the most famous
famous food is pho. Other popular dishes are dolma, kebab, and kofta. For dessert, people usually eat shikabra, Azerbaijan food is tasty and traditional. People use fresh meat, rice, vegetables, and herbs in many dishes. One of the most famous food is pho. Other popular dishes are dolma, kebab, and kofta. Sabah uşak bırakalım ben de. Food is an important part of flavor and culture in Azerbaijan. Azerbaijan has a rich and diverse musical heritage that reflects the country's deep cultural roots. One of the most prominent elements of Azerbaijani music is mugam, a complex and improvisational from the traditional music that has been recognized by UNESCO. Mugam shows deep feelings of people. Mugam is often performed using instruments like a tar, kamancha, and tap. Sitar is one of the most important and iconic traditional musical instruments of Azerbaijan. Sitar is not just a musical instrument, it's a symbol of Azerbaijan's cultural identity and artistic spirit.
Ashik art is a form of oral storytelling and music performed by traveling play singers called ashik. They sing poetic verses with the saz as a traditional string instrument and are known for improvisation. This art reflects national values, history, and social Nəlbəki is a traditional Azerbaijan dance. The dance is full of energy and joy. It shows the beauty and grace of Azerbaijan culture. Now I will play on the piano. Tradition and the wisdom passed from one generation to the next. In 2014, Kelakay was recognized by UNESCO. And now, girls, let's put our Kelakays on. Azerbaijan has many important historical monuments that reflect its rich culture and history. These monuments are from different periods, such as ancient times, the Middle Ages, and modern history. Here are a few famous ones. Maiden Tower. The Maiden Tower is one of the most famous landmarks in Baku. It's a large, round tower that was built many centuries ago. It has many stories and mysteries about its purpose. Shivanshah's palace was built in the 15th century by Shivanshah rule. It's a beautiful example of Islamic architecture and is part of UNESCO World Heritage List. Sheki Khan's palace is located in the city of Sheki. This palace is famous for its beautiful stained glass windows. It was built in the 18th century and it shows the skills of Azerbaijan's architecture. Nizami is one of Azerbaijan's most famous places. His tomb is in the city of Gender. People visit the tomb to honor him and his literary works. Gobustan is an ancient site near Baku where you can find more carvings made thousands of years ago. These pictures show animals, people, and life in the past. Azerbaijan characters known as Halsa are one of the most important symbols of the country's culture and heritage. For centuries, craft weaving has been a traditional art in Azerbaijan and passed on from generation to generation. Each carpet tells a story through its color, patterns, and symbols. Different regions of the country have their own unique styles, such as Kuba, Karabakh, and Tabriz carpets. These carpets are not only used in homes, but also considered as valuable art pieces around the world. In 2010, this Azerbaijan carpet weaving was included in the UNESCO and Intangible Cultural Heritage List and showing its global importance. Today, these beautiful carpets continue to represent the skill, creativity, and spirit of Azerbaijan. Dance is an important part of the culture. It helps people express feelings, tell stories, and celebrate traditions. In Azerbaijan, dance is a key part of the culture and is known for its lively movements and energy. Azerbaijan has many different folk dances. Each region has its own style, and these are often performed during the celebrations and festivals.
are some popular Azerbaijan dances. Yallı is a group dance. Dancers know around the circle with cats and rhythmic steps. It's often danced at weddings or parties. Choban dance comes from rural areas and represent the life of shepherds. The steps are slow and smooth, showing a peaceful way of life. Zırnaz Elvan dance is a traditional Azerbaijan folk dance for its graceful and playful movements. It reflects light interactions, often between a man and a woman, whereas a woman acts shy or playful, and the man to give her attention. And now, we are proud to show you a traditional dance. Please enjoy the Gaval dance and feel the rhythm of our culture. Let's enjoy this lovely and exciting performance. Muhtelif ülkelerde yaşayan Azerbaycanlılar öz ölçelerinin vatandaşı kimi istedikleri kimi yaşasınlar. Ancak hiç vakit öz milli köklerini, milli mensubiyetlerini yitirmesinler. Bizim hamımızı birleştiren Azerbaycanlıları bizim milli mensubiyetimizdir. Bizim tarihi köklerimizdir. Bizim milli manevi değerlerimizdir. Bizim milli medeniyetimizdir. Edebiyatımız,
incəsənətimiz, musikimiz, şeirlərimiz, mahnılarımızdır. Bizim xalqa məxsus olan adət-ənənələrdir. İnsan hangi özdə yaşamasından asılı olmayaraq, gerek öz milliliğini koruyup saklasın. Our homeland. You can say that it's just a place, but no, it's not. Our homeland is not just a place. It's a symbol of our history, culture, and pride. Our history is everywhere, in each land, just everywhere. The history is starting from our land and where our ancestors have lived, where we are rooted, and the history is everywhere, like from the mountains to the valleys, from the cities to the village. But there's also a different speak for those who give their lives for this land. Please, welcome our person. Yes. Karabakh is a rich. Karabakh is a region with a rich culture and deep historical significance, and it has been part of Azerbaijan's struggle for independence. It has been both beauty and sorrow, and its people have fought fiercely for their land. Today, Karabakh remains as a symbol of resilience and hope. I would like to tell you about someone very special for me. It's my father. My father is a hero. He proudly served in 44-day Karabakh War and April fights. He bravely fought and defended our country's freedom. He deserves several medals for his brave courage and dedication. Every medal he gets because of his bravery and love to his homeland. That's my father, Emin Hasanbev. I admire his strength and his loyalty, and I'm proud of all soldiers in Azerbaijan who defend our land. Karabakh is Azerbaijan. We remember and honor the martyrs who sacrificed their lives to protect our homeland. These great people gave everything for freedom and independence of our country. Their courage and sacrifice are forever in our hearts, and we are deeply grateful for their service. Karabakh is a beautiful and a rich region in the southwest of Azerbaijan. Its even several districts, natural, culture, and reservoirs. These arts are for their mountains, forests, rivers, and the mineral life. The central capital of Azerbaijan. It's located high in the mountains and is famous for clean cold springs and beautiful nature. She is out of the hometown many famous poets and musicians. Lakhtan is mountainous area with forests and rivers. It's rich in nature beauty and has important mountain passes. It also has hilly mineral waters. Kalbajar has hot springs and is known for its natural beauty. It is rich in gold, mineral water, and tourist resources. Akhtar used to be a busy industrial city. Now it's being rebuilt. It has flat lands, rivers, and good soil for agriculture. The Karabakh clover is not only a rare plant of Karabakh, it has also become a strong symbol of Azerbaijan people's pain, pride, and hope. During and after the Karabakh Wars, this flower began to represent memory of the mothers who gave their lives for the freedom of their country. This delicate beauty, growing in difficult mountain conditions, serves bravery and respect for all who lost their lives in fight for Karabakh. Now, there will be a sense that evoke the spirit of Karabakh. Please, welcome. Yiğitliğin remzi olan Çığırdızı mevaresi, Karabağ'ın küren atı, Karabağ'da şahe kalkar. Zərif xoflu,
ince senet. Nadir inci, şux naxışlı Qarabağ xalçası. Qarabağda doğulur. Hər günlə məlhəm olan bulaqların əks sədası, xalın nəfəsi, Qarabağ şikəstəsi, Qarabağda səslənir. Məqsədimiz, amalımız bir olub, dəyərlərimiz qorundu. Biz birlikdə güçlüyük. Qarabağ Azərbaycandır. Siz birinizi tekmin edin ki, mən idarə edeyim. Füzuli haqqında kitab oxuyuram. Salam babaanne, necəsiz? Əli Fərdi gəlib. Xoş gəlmişsən ay bala. Xoş gəlmişsən mənim gözlərim. Gəl, Bax belə, halaldır. Böyüyə hörmət vacibdir. Sağ ol. İnşallah. Qarabağımızı səsli Afərin sənə mənim bala. Bax bala, bu miskab mənə, nənəmdən qaldı. Toy günündə sürətdə tuqaldaydı. Mənim bala, hər şeyini qaldı. Onlardan şeylər qaldı. Əlbəttə bala, məndən bizə siz nə istəyirsiniz? Bir ki mənim bala, adətini yaşadan, kökünü yaşadan. Bax bu çalağayını görürsən, sənin nənənin cavanlıq yadigarıdır. Bütün qadınlar öz çalağayları ilə, yəni başörtüləri ilə fəxr edirdi. İndi də bu çalağayı Qarabağın özəl simvollarından biri sayılır. Mən də böyüyəndə öz adətlərimizi qoruyacam. Ağıllı nədir? Bu bizim xalqımız deyəcək. Düz deyirsən, bala. Bu bizim torpağımızdır. Biz onu qorumaq üçün varıq. Gəl sənə çayla içmək. Şirin balam, şirin gələcək. Bil ki, mənim balam, ən böyük xəzinə bizim milli ruhumuzdur. Qarabağda azadlıq, xalqımızın əmin-amanlığı bizə əmanətdir. Allah millətimizi, vətənimizi qorusun. Amin. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşa. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmədik. Ağdan kimi gözəl bir şəhər, Füzuli, Şərhəli, Rəngilan, Bulaqlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmədik. Təsəvvür edə bilmədik.
olun. Bu böyük qələbədir və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycan. Aydın Şuşa, sen azadsan. Aydın Şuşa, biz seni biz geleceğiz. Şuşa bizimdir. Karabağ bizimdir. Karabağ Let's always remember that moral values like kindness, honesty, and respect make us better people. See you next time. Tədbirimizə Qızıldan dəyərli vaxtını ayırıb gəldiyiniz üçün başda direktorumuz Yavuz xanım olmaqla, dərs səmimilərimizə, şagirdlərimizə, müəllimlərimizə təşəkkür edirəm. Bildiyiniz kimi müəyyən əmrlər əsasən biz milli dəyərlərimiz haqqında tədbir həyata keçirdik. Burada uşaqlar çox əziyyət çəkdilər. Həqiqətən onlara daha çox təşəkkür edirəm. Və sonunda sözü müəllimimizə Yavuz xanıma verirəm. Buyurun müəllim, sözlərinizi deyin. Yəqin həyəcanınızı təbii başa düşürsünüz, qəbullanmışsınız. Mən bəlkə də bu qədər zövq aldığım təbii olmamışdım. Mənim əziz müəllimlərim, universitet müəllimlərim, mənim əziz uşaqlarım, hamınıza təşəkkür edirəm. Mən yaxınlıqdan bəri çoxlu əmrlər gəlir, yəni müəyyən müvafiq əmrlər, tədbirlər həyata keçirilməklərimizdə 7-17-yədək, yəni 7 yaşdan 17-yədək olan Ailəm və məktəbim, konstitusiya və suverenlik. Hər üç layihənin tətbiqini gördüm burada. Nəyə görə? Çünki ailə dəyərlərini gördüm burada, milli dəyərlərimizi gördüm burada, milli abidələrimizdən danışdınız, tariximizdən danışdınız. Kəş ki burada ailələr olardı, kəş ki burada valideynlər olardı, həqiqətən burada yerimiz var idi. Çünki o qədər tədbir gözəl idi, o qədər xoş təsirlərdi. Baxın, konstitusiyamıza toxunduq, baxın, suverenliyimizə toxunduq sonunda. Cənab Prezidentimizin təbii ki, uzaq görən siyasəti, ordumuzun şücaəti və şəhidlərimizin qanun hesabına, qazilərimizin orqanlarını itirməsi hesabına biz torpaqları azad etdik. Nə gözəl sonluğuna bitirdiniz. Görürsünüz, son günlərdə artıq Ardamda böyük bir mədəniyyət mərkəzi açıldı. Cənab Prezidentimizin orada çıxışı, onun ətrafında olan bütün muğam ustalarının çıxışı, bizim balaca körpə uşaqların, Prezident nə qədər böyüdü, yəni uşaqları bir-bir qəbul bir-bir göylərir orada cəmatın. Çünki onun böyük əməyi var orada. Dövlətimiz üçün, dövlətçiliyimiz üçün. Uşaqlar, sizdən soruşsalar, 2025-ci konstitusiyada suverenliyidir. Onu bilin. Yəni, hal-hazırda elimiz Cənab Prezidentimizin müvafiq sərəncamı ilə 2024 dekabrında imzalayıb konstitusiyada suverenliyidir. Konstitusiyamız 95-ci ildə imzalanır. Hüquqlarımızı bilirsiniz, hüquqlarınızı bilirsiniz. Konstitusiyamızın hüququmuzu bilmək və qoruyar. Suverenliyimiz alındı, torpaqlarımız alındı. Suverenliyimizi qoruyar. Kimlər qorudu? Bizim qardaşlarımız, bizim atalarımız, bizim əskər olan qardaşlarımız, bizim ulu öndərimizin layıqlı davamcısı, Cənab Prezidentimizin uzaqlayan siyasəti. Torpaqlarımız azad oldu və suveren oldu. Ona görə biz Cənab Prezidentimiz bu ili suverenlik və konstitusiya elan edir. Bizim tədbirlər hal-hazırda o çərçivədə gidiyoruz. O çərçivə ətrafında. Aile və məktəbi. Siz burada görünmələrə toxundunuz. Bizim ahımız, o gözəl ahımız, bəlkə də mən çox uzun burada adını hamısını demək zorundayım ki, icazənizlə hamınızı bir-bir sayıram ki, nə qədər gözəl var. Burada hamınız yüksək səviyyədə, ahı başda olmaqla çox yüksək səviyyədə İngilis dilində bizim dəyərlərimizi bizə çatdırdınız, təqdim etdiniz. Var olun. Sizi böyüdən analar var olsun. Sizə dəstək olan
böyle aileye çörek getiren atalar da olsun. Ben diyebilirim burada hansı bizim aile durumunda ne var? Sizi böyüden valideynler de olsun. Benim siz salamlarımı, kollektivimizi bütün istəklərini çatdırırsınız. Ne yaxşı sizi o anılar bizə verir. Ne yaxşı benim bu müəllimlərimi bizə onların valideynləri təqdim edir. Baxın, sizə bu dili öyrədən, bu gözəl, bu dəqiqə siz Bakının hər hansı bir yerində çıxış edebilirsiniz. Təbii ki, mənim o qədər sözüm var, öyünlük tədbirə görə baxmayaraq işimizin çoğu, işimizin gəldiği vaxtında. Amma mən sonsuz təşəkkür edirəm olduğu kimi Ayşə xanıma, başda olmağıma, həmişə mənim istəyirəm, Aydə xanıma, Zərgərə müəllimə, Şəfiqə müəllimə, Elgin müəllimə, Ulduz müəllimə, burada görürəm, Ulduzu gördüm. Bütün İngilis dili müəllimlərimizə təbii ki, həmişə Ayşə xanımın, Aydə xanımın tədbirlərində belə xüsusi vurğunluq var. Yəni, hər birinizin əməyi var burada. Zərgərə müəllimə, mən hamısını şəfqət, hər gün izləyirəm sizin həyatınızı. Müəllimlərimiz çox razılıq edir sizdən. Amma bilirsiniz, tədbiri əlsiyə gətirəndə içində bir dənə nöqtə. Bayaqdan deyirəm ki, buradan dəvət eləməliyim. Bura bunu etməliyim. Çünki o qədər gözəl keçirirsiniz ki, tədbiri. Adam zevq aldıqca deyirsən ki, burada valideynlər olardı. Burada bütün bizim sektorlardan olardı. Bizim məktəbdən kənar müəssisənin, yəni sektorların rəhbərləri olmalıydı. Mən çox sevdim sizi. Təşəkkür edirəm sizə, hər birinizə. Mən istəyirəm bizim uşaqlarımızın davamlı inkişafı geçsin. Ancaq tədbirlərimizdə hərdən birinin canlı olaraq çəkilişi yayılmaz. Yəni hər birinin də. Məsələn, müəyyən mənada İlahə xanım bir gözəl çəkiliş edib tapşırıq vermişdim ona ki, ailəmə təşəkkür. Çox istəyərdim ki, İlahə xanımın analog olaraq, yəni Azərbaycan Ədəbiyyat müəllimi artıq hazırlayıb, mənə video çarxı göndərir. Bizim bu gözəl balalarımız ailəsinə təşəkkür olaraq 5 nəfər, 10 nəfər buradan İngilis dilində onu yayınlasın. Çünki bu il sizi bizə verən ailənizdir. Sizi bizə verən ailənizdir. Məktəbinizdir. Bu ailəmizdir. Həm də ailəmizdir. Yəni, belə deyil, fiziki olaraq ata-ananızdır, amma bir həyat boyu sizi yetişdirən müəllimlərimizdir. Ona görə mən dedim ki, kəş ki, burada bir dəyərin masada valideynlər sizi dinləyərdi, bizim bu uşaqlarımızı. Mən çox güman bu işə təkrar qayıdacağım. Çox gözəl tədbir idi. Slaytlar çox gözəl. Hər biri çox gözəl. Elə momentləri tutmuşdular ki, Cənab Prezidentimizin Qarabağda, Şuşada həqiqətən o cür duyğulanmağı bizim hamımızı hər zaman duyğulandırır. Allah Prezidentimizi qorusun, əziz uşaqlar, Allah Azərbaycanımızı qorusun, Allah Mehriban xanımı qorusun. Gecə gündüz Qarabağda gedən bütün o infrastruktur, o tikintilərdə hər birində onların fikirlərini söyləyirlər. Allah bizim ordumuzu qorusun, gecə gündüz bizi qoruyurlar. Allah bizim qazilərimizə can sağlığı versin. Allah bizim şəhidlərimizə qəni-qəni rəhmət versin. Hər yerdə, sinif otağında da, gəzəndə də şəhid muzeyimizi unutmayın. Ora dəstək olun, ora mənəvi dəstək olun. Orada kimsə gedib oranı tozlandıranda və ya nəyisə qıranda, siz onu əylin düzəldin, siz kimdənsə kömək istəyin, onu düzəldin, biz özümüz onu düzəldin. Mən hər dəfə muzeyin yanına gedəndə unutmuram, unutmayaq ki, orada uyuyan insanların paltarları, saatları, qol saatı, neyse bizim yolumuzda onların qanı çəkilir. Şuşaya gedəndə Cıdır düzündə yanmaq olmur. Çünki o qayalarda əlbeyxa vuruşmalarda uçlanmadılar bizi, o qayalarda. Hər birinizə təşəkkür edirəm, mənim duyğulanmağımı çox təbii qəbul edirəm, hər birinizə var olun deyirəm. Sağ olun.